Salam değerli izleyicilerimiz, hoş gördük sizleri. Albaldayıq. Şunavkada Nihat Marketə yaxın ve yola yaxın. Hardasa bir 15 sot torpaq sahəsinin üzərində bax belə bir mükəmməl bağ evimiz çıxıb. Vallahi hər kəsin malına, mülkünə bərəkət versin və istədiyi mülkə sahib olsun inşallah. Bir zal, belə deyək. Gəl gedək qabağa inşallah. Bir zal, 3 yataq otağı, mətbəxi ilə də bir yerdə də və sanzeli. Sənə çıxarışdı. Qiymət 125 min manatdır. Qiymət endirilib. Sadəcə olaraq belə deyək də, çoxdan yəni yaşayış yoxdur. Bir olar bir 2-3 ildir gəlib yoxdur. Bir balaca səliqə salmaq lazımdır. Böyük bir ərazi. Yəni evin arxa hissəsində hardasa bir 2 sotdan artıq torpaq sahəsi var. Evin sağ hissəsində böyük bir keçid hissəsi nəzərdə tutulub. Bir giriş hissəsində təqdim edəcəksə, bir giriş hissəsini buradan təqdim edə zəhmət olmasa, izləyicilərimiz izləyə bilsinlər. Bu giriş hissəsini sizlərə təqdim edirik. Böyük bir giriş hissəsi var. Sonra iki yerə eve girişi var. Bir buradan nəzərdə tutulub. Əsas hissə buradır və arxa hissəsindən də var. İndi olanı sizlərə təqdim edəcək. Buranı da göstərək, əgər imkan varsa izləyicilərimiz izləyə bilsinlər. Kifayət eləyər və getməyək. Buradan göstərək. Evin hissəsi siz göstərin oradan. Sağ hissəsini sizlərə təqdim edək. Burada qeyd etmişdik. Belə deyək də, 1-2 sotdan artıq torpaq sahəsi var. Orada kladovka nəzərdə tutulub. Bir dənə buradan verərik inşallah. Evin arxa hissəsində indi hardasa evin də kladovka böyük olar. Bu hissəni də təqdim edək sizlərə və keçək. Burada da yay üçün nəzərdə tutulub, yəni indi açıq heyvan gedib, geniş bir heyvanı var və keçək. Evin içərisini göstərəcək, indi sizlərə təqdim edəcək. Və evin giriş hissəsini sizlərə təqdim edək və keçək. Giriş hissəsini təqdim edək. Düz ön hissədən var idi giriş hissəsi. Buranı da təqdim edək sizlərə. Fikir verin. Böyük bir zaldır bax burada. Böyük bir zal nəzərdə tutulub və studiya mətbəx formasındadır. Bu da mətbəx mebeli, böyük bir uzun mətbəx mebeli var. İndi nə varsa yəqin ki qalacaq və ilk ön hissədir bax ora, qabaq hissədir. Otaqlar, yataq otaqlarını təqdim edir. 3 yataq otağıdır. Sonra keçək ikinci yataq otağımızı təqdim edək və qeyd edirik ki, çoxdan yəni yaşayış yoxdur. Və üçüncü yataq otağımızı təqdim edək. Və sancı hissəsini təqdim edək sizlərə. Böyük bir bağdır, yəni qabaqda yay sezonu gəlir. Bu da mətbəx hissəsini təqdim edək. Bağ istəyənlər üçün gözəl bir yəni fürsətdir. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Albalının gözəl bir yerində, Nihat Marketə yaxın bir yerdədir. Arası bir 15 sota torpaq sahəsinin üzərində inşa edilib. Böyük bir zal, 3 yataq, bir mətbəx, sərgicilərin sərəncamıdır, kommunallarına qədəri var və ilkin olaraq qiymət 125 min manatdır. Qiyməti də endirilib. Reallıq olarsa qiymətində də endirilmə olunacaq və səhifəmizi izlədikcə məşğələ əmlak əməkdaşları və rəhbərliyə sizlərdən təşəkkürümüzü bildiririk.